Polşada bakalavr oxumaq istəyən hansısa bir tələbə qarşısına bunu məqsəd qoyubsa, ilk növbədə deyərdim ki, bura gələnlərdə bu problemi çox görürəm. İngilis dilinin üstünə yaxşı düşsələr yaxşıdır. İngilis dilinin inkişafı üçün. Çünki mənim gördüyüm qədərilə Azərbaycandan Polşaya gəlmək istəyənlər sadəcə səfirliyin viza suallarına hazırlaşır əksəriyyəti ki, vizanı keçim, onsuz orada gedib öyrənəcəm. Əslində belə bir şey yoxdur. Çünki universitetə gəldiyiniz andan sizin artıq təhsil başlayır və imtahanlar, dərsləri başa düşmək, gündəlik görməli olduğunuz işlər var. Burada və ya sənət işləriniz var. İngilis dilini mütləq bilmək lazımdır və bacardığınız qədər yaxşı öyrənmək lazımdır ki, gələndə heç kimsə kömək edə bilməyəcək bu barədə. Çünki digər qrup uşaqlar da var və onların da işləri eyni şəkildə ağırdır. Başa düşməlilər ki, Polşa ucuzdur, digər bütün Avropa ölkələrinə baxanda yaşam standartları Azərbaycanın standartlarına nisbətən daha uyğundur. Amma işləməyi də nəzərə almalıdırlar ki, həm təhsillərini, həm işlərini eyni anda çatdırmağı bacarmalıdırlar. Gəlmək istəyənlər əsasən çalışsınlar, özləri universitetlərlə birbaşa şəxsi maraqlansınlar. Bu universitetlərin çoxunda təqaüd alma imkanları var. Məsələn, mən özüm gəldikdə universitetin təqaüd verdiyini bilmirdim. Sonra qiymətlər yaxşı olduqdan sonra müraciət etdim və təqaüd almağa başladım. Bunun kimi bir çox qrant layihələri və o cümlədən universitetlərin özlərinin scholarshipləri, təqaüdləri var ki, onlarla başlanğıcda elə onlara müraciət edib gələ bilərsiniz. Bunun üçün də yaxşı araşdırma lazımdır. Şirkətlərdən daha yaxşı özləri araşdıracaqlarını düşünürəm. Şirkətlər, digər xarici təhsil şirkətlərini sadəcə məlumat almaq üçün istifadə etməklərini tövsiyə edərdim. Ölkənin ən yaxşı universitetləri və top universitetləri əsasən Varşava və Krakovdadır. Eyni zamanda o demək deyil ki, bölgə universitetləri təhsil səviyyələri aşağıdır. Mənim indi hal-hazırda yaşadığım şəhərdə təxminən 3 universitet var. Politexnik Universiteti, mənim oxuduğum WSB Merito Gdansk Universiteti, bir də Gdansk Universiteti. Bunların deyə bilərdim ki, Gdansk Universiteti və Politexnik Universitetinin çox yaxşı təhsil səviyyəsi var. O cümlədən bir tip tələbələri üçün. Orada oxuyanların mənim gördüyüm qədərilə mütləq əksəriyyəti xaricdən, əsasən Afrikadan gələn tələbələrdir. Varşavada və Krakovda nisbətən daha geniş, daha böyük universitetlər, daha yaxşı təhsil ala biləcəyiniz universitetlər var bakalavr üçün. Amma o demək deyil ki, bölgələrdə də təhsil zəifdir. Bu daha çox biraz da sizin oxumaq arzunuzdan irəli gəlir ki, nə qədər elmlə məşğul olmaq istəyirsiniz. Şəhərdə olmanın mənim üçün mənfi tərəfləri nədir? Varşavada tıxac problemləri, insanların çox olmağı, təhlükəsizlik və s. digər X-lik ola bilər və s. bununla rastlaşan insanları eşitmişəm, özüm rastlaşmasam da. Mən Gdanskda yaşayıram. Bura həm maddi olaraq çox uyğundur, həm ev tapmaq digər şəhərlərə nisbətən qiymət cəhətdən ucuzdur və iş tapma imkanları daha genişdir. Varşavadakı qədər böyük rəqabət yoxdur. Varşavada iş imkanları genişdir, amma rəqabət də bir o qədər böyükdür və ya Krakovda. Gdansk bunlara baxanda həm ərzaq məhsulları üçün, həm digər uşaqlar var ki, gedib kəndlərdə yaşayırlar. Kənd və şəhər arasında nəqliyyat sistemi ümumiyyətcə çox yaxşıdır. Mənim bir neçə polyak dostlarım var ki, onlar təxminən buradan 60-70 kilometr uzaqlıqda, universitetdən 60-70 kilometr uzaqlıqdan gündəlik gəlib gedə bilirlər. Və o cümlədən yenə təqaüd məsələlərinə də mənim gördüyüm qədərilə təqaüd verən universitetlərin əksəriyyəti Varşava və Krakovdadır. Digər şəhərlərdə, Lodzda, Rostovda, Gdanskda da təqaüd verənlər var, amma Krakov və Varşavada olanlar nisbətən daha yüksək təqaüd verirlər və mənim özüm əslində viza prosesim çox ağır və uzun proses çəkdi. Təxminən mən 6 dəfə səfirlikdə oldum. Birinci dəfə getdim, bir müsahibə verdim. Müsahibəm normal idi. Demək olar orada verilən bütün suallara cavab verdim. Sadəcə bir sualı anlamadım və cavab verməkdə çətinlik çəkdim. İkinci dəfə getdikdə artıq vizanı verməklərini öyrəndim. Onunla bağlı bir sənəd verirlər, hər kəsə verilən o 9 və 11-ci maddələr, hansı ki, gedib qayıtmamağına şübhə var və s. Daha sonra ikinci dəfə getdim. Bu apellyasiya olur, ikinci prosesin adı. Eyni suallar verdilər, məndən nisbətən daha çətin suallar verdilər. Məndən hansı bölgədən olduğumu, mən məsələn buna Qazax deyə cavab verdim. Sonra başladılar mənə Qazax haqqında suallar verməyə, oraya nə ilə gedə bilərəm, təyyarə ilə mi, maşınla mı, gedib orada nə görəcəm və s. Daimi olaraq çaşdırmağa çalışan suallar verirdi. Bu sualları verən əsasən səfirliyin içindəki Azərbaycanlılar yox, bu dəfəki polyaklar idi.
Ən axırıncı belə bir sual da verdi. Mənə Qazaxın məşhur tarixi yerindən sual verdikdən sonra bir neçə dəfə nəyə görə tarixlə bu qədər maraqlandığını bildirdi. Daha sonra əgər tarixlə bu qədər maraqlanmamsa, nəyə görə universitet seçimində biznes menecment seçdiyini bildirdi. Mən də buna ailəmin ölkədə biznesi var və mən geri qayıdıb onları idarə etməliyim. Belə bir cavab verdim. Sonrakı gedişimdə sərhəd xidməti, bu əsgərlik dediyimiz proseslə bağlı problem yarandı. Hərbi xidmətə çağırışla bağlı. O problemi mən heç bir şey etmədim. Onlar sərhəd xidməti ilə əlaqə saxladılar. Çünki mənim özümün tibbi məsələlərə görə, sağlamlıq məsələlərinə görə onsuz 3 il müddətim var idi. Bir sonrakı gedişimdə mənim verdiyim təyyarə biletinin bronunun vaxtı keçmişdi. Ona görə bir daha təzən bilet bronu eləməli oldum və son gedişimdə də elə vizanı götürə bildim. Digər azərbaycanlıların da artıq həddindən artıq çətinləşirdi viza prosesi. Əvvəllər vizada yer götürürdüm və gedirdim, bu təxminən maksimum 1 ay çəkirdi. İndiki prosesdə isə bunu pişkatma sisteminə ediblər və sizə sıranın nə vaxt gələcəyini heç kim deyə bilməz. Mənim qrup yoldaşım təxminən avqust ayında getdi Azərbaycana. Avqust ayında viza üçün müraciət elədi. Dekabr ayında ancaq o vizasını ala bildi və yanvar ayında səhv eləmirəmsə gələ bildi. Yəni bir semestri gələ bilmədi. Daha sonra onun imtahanlarında çətinlik oldu və s. Və o dövrdə eyni proses başına gələn başqa bir uşağa isə ümumiyyətlə viza vermədi. Viza vermə prosesi həddindən artıq ağırlaşıbdı. Gec cavab vermək, prosesi maksimum uzatmağa çalışırlar və s. Digər cəhətdən hərbi xidmət məsələsi. Buraya gəldikdən sonra oğlanların hərbi xidmətə çağırış məsələlərində problemlər olduğu insanları görmüşəm. Bunlar eyni zamanda mənim qrup yoldaşlarımdan da ikisinin başına bu hadisə gəlmişdi. Ölkəyə qayıtdılar, onların əlində olan təhsil sənədlərini verdilər hərbi komissarlığa. Daha sonra heç bir problem yaranmadı, elə qayıdıb gəlib təhsillərini davam etdirə bildilər. Uşaqlar üçün əsas çətinlik yaradan məsələ budur ki, əvvəllər buraya gəlirdiniz və buraya gəldikdən sonra atestatın təsdiqini, o cümlədən tərcümə, təsdiq və digər işləri, universitetin lazımı digər sənədləri var ki, o sənədləri buraya gəldikdən sonra edirdiniz. İndi bu buraya gəlmədən qabaq uşaqlardan tələb olunur. Bunu səfirlik vasitəsilə tələb edirlər eyni zamanda. Bu da demək olar ki, mümkün deyil. Çünki uşaq buraya gələ bilmirsə, necə bu sənədləri Polşada təsdiq edib geri qaytara bilər. Buna görə uşaqlar əsasən elə buna görə xarici təhsil şirkətləri ilə əlaqə saxlayırlar. Onlarla müqavilə bağlayırlar və əgər burada dostu, tanışı kimsə varsa, onun vasitəsilə bunu edirlər. Bir də buraya gəldikdən sonra artıq səfirliyin əsas verdiyi suallardan biri ikinci dəfə viza almaq üçün getdikdə və ya üçüncü dəfə. Bunu bildirirlər ki, siz orada oturuma müraciət edibsizmi? Oturuma müraciət etməyinizi istəyirlər. Çünki viza prosesində müraciət edən çox insan var və onlar bu işlə bu qədər məşğul olmaq istəmirlər, mənim başa düşdüyüm qədərilə. Oturum məsələsində isə həddindən artıq çox çətinliklər var. Tələbələrdən tələb olunan sənədlərin demək olar sayı hesabı yoxdur. Bura daxildir, universitetlə bağlı sənədlər, ölkəyə çıxış girişlərinizlə bağlı sənədlər, daha sonra bank hesabınızda pul göstərməyiniz. Bu çox ağır prosesdir. Çünki bank hesabında pul göstərmək üçün çox 45 min, 30 min zlot arası bir məbləğ tələb olunur. Bu da tələbədə əlbəttə ki, tapılacaq bir pul deyil. Mən bu prosesi belə həll etdim ki, mən bir şirkətdə işləyirdim. İşlədiyim şirkətdən mənə verilən müqavilə var ki, o müqavilədə mənim illik maaşım yazılıbdır. O yetərincə yüksək bir məbləğ verdi ki, artıq mənim bank arayışı verməyimə ehtiyac yox idi. Elə bir ehtiyac görmədilər. Prosesə gəldikcə mən hələ də eyni prosesdəyəm. Oturum kartımın gəlməyini gözləyirəm. Ölkədə yaşamaq icazəm var, oxumaq, işləmək icazəm var. Amma oturum kartım olmadığı üçün ölkədən çıxa və geri qayıda bilmirəm. Nəinki Azərbaycana, heç hansısa bir Şengen, Avropa Birliyi ölkəsinə də gedə bilmirəm. Bununla da bağlı əsas çətinlik yaradacaq uşaqlar üçün məsələlərdən biridir. Bunu tövsiyə edərdim ki, gələn kimi birinci bu işlə məşğul olsunlar. Gəldikdə birinci oturuma başvursunlar. Çünki oturum prosesi əsasən mən yaşadığım Qıdans şəhərində çox uzun çəkir, illər çəkir. Digər şəhərlərdə isə 5, 6, 7 ay bəlkə daha çox çəkir yenə. Gəldikdə müraciət eləsinlər, sonra görsələr ki, proses irəliləmir, bir vəkillə müqavilə bağlamaqları daha yaxşı olar. Çünki vəkillər bu məsələni sürətli bir şəkildə həll edə bilirlər. Azərbaycanda 4-cü kurs olduqda artıq istəyim var idi ki, xarici təhsil alım.
və başlamışdım araşdırmağa. İlk öncə bunu tövsiyə edərdim ki, düzgün proqram və universitet seçilməlidir. Həmçinin bu prosesdə şəxs öz büdcəsini də nəzərə almalıdır. Mən təqaüd vasitəsilə təhsil almaq istəyirdim. Ona görə Polşanın Nava Stefan Banak təqaüdünə müraciət etdim. Təqaüdün müraciət prosesi belədir ki, ilk öncə ərizə doldururuq və Stefan Banakın rəsmi saytından qeydiyyatdan keçirik. Daha sonra isə universitetin şəxsi qeydiyyatından qəbul cavabı aldıqdan sonra artıq təqaüdün nəticəsi elan olunur və həmçinin təqaüd nəticəsi elan olunduqdan da sonra universiteti dəyişmək də mümkündür. Mən nəticəmi avqust ayında bilmişdim. Tələbələr bu müddətdə, bakalavr müddətində məncə ingilis dili üzrə mütləq şəkildə inkişaf etdirməlidirlər. IELTS nəticələri istər-istəməz yüksək olmalıdır, çünki rəqabət böyükdür. Əgər tələbə xüsusilə təqaüdə müraciət edirsə, təqaüdə müraciət edən tələbələrin sayı çox olur. Səhv eləmirəmsə, Azərbaycan üzrə mənim qəbul olduğum ildə 16 və ya 18 nəfər bu təqaüdə düşmüşdü. Əlavə olaraq tövsiyə məktubları, motivasiya, tələbənin diplom işi xüsusi rol oynayır. Viza prosesi biraz bakalavra nəzərən fərqlənir. Artıq diplomu tərcümə təsdiq elətdirib, həmçinin səfirliyə göstərmək lazımdır. Mənim şəxsi təcrübəmdə viza almaq çox rahat oldu. Çünki mənə səfirlikdə artıq sual verilmirdi. Təqaüd nəticəsi olduğu üçün Stefan Banak qəbul kağızını göstərdikdə artıq bank arayışını göstərməyə də ehtiyac yox idi. Lakin ikinci dəfə vizaya müraciət etməli olduğumda kiçik problemlərlə qarşılaşmışdım. Səfirliyin tələbi oturuma niyə müraciət etmədiyimlə bağlı idi. Bunu izah elədikdən sonra mən yenidən viza ala bildim. Viza alma prosesini çətinləşdiriblər, çünki püşkatma prosesi ilə bəzi tanışlarım var, hələ də Polşaya təhsilə gəlib çıxa bilməyiblər. Təqaüdsüz olduqda biraz vəziyyəti ağırlaşdırır və bəzi sənədlər tələb olunur. Təəssüflər olsun ki, doğrudur ki, xaricə gedən qızlarımızın sayı azdır. Mən özüm yaşadığım şəhərdə, Lod şəhərində qalıram. Azərbaycanlı qadın tələbələrin sayı azdır. Mənə görə əsas bir fərq odur ki, Polşada təhsil rahat olduğunu düşünürəm. Azərbaycana nəzərən Polşada təhsilin rahat və tələbəyə daha da əlçatan və əlverişli olduğunu düşünürəm. Dərslərimiz mühazirə və laboratoriya olaraq hissələr ayrılır və əsas olaraq proyektlər, imtahanlar sayəsində artıq tələbə müəyyən bir bal toplayıb kursu keçir və 2 imtahan şansı qoyurlar. Mən bakalavr təhsilindən fərqli olaraq Polşada özümü inkişaf elətdirib, özgüvənimi artırmış şəkildəyəm. Çünki hal-hazırda Azərbaycanda, komfort zonamda, dostlarımla, ailəmlə, qrup yoldaşlarımla eyni dildə danışaraq özümü inkişaf elətdirirdim. Lakin Polşada hər şeyi tək başına etmək və çətinliklərlə üz-üzə qalmaq insanı daha güclü elətdirir. İstəyərdim ki, gələcəkdə daha çox qızlarımız müraciət eləsin və artıq gender bərabərliyi düzəlsin. Düşündüyüm qədər, həmçinin dostlarımın da dediyinə görə təhsil daha ciddidir. Qayıb sisteminə daha çox nəzarət olunur və diplom işi yazılarımız fərqlidir. Amma Polşada isə biraz rahatlıqdır. Rahatlıq dedikdə yanlış anlaşılmasın. Təbii ki, dərslərdə iştirak etmək vacibdir. Lakin müəllimlər daha çox tələbələrə rahat bir mühit yaradırlar. Professorlar öz dərslərini izah edir və müəyyən bir period ərzində proyektləri tələb edir və ən sonda da bəzi fənlərdən imtahanlar olur. Həmçinin 2 dəfə şans verilir. Əgər 2 dəfə tələbə imtahandan uğursuz olursa, bu halda kursdan qalır və növbəti il yenidən oxumalıdır. Məncə, əsas fərqi Azərbaycana nəzərən Polşada tələbələrin seçiminin daha yüksək olmasıdır. Universitetlərin də öz təqaüdləri mövcuddur. Əgər tələbə
oxumaq arzusu ilə gəlib və ümumiyyətlə bütün fənlərindən yüksək nəticə əldə edirsə, bu universitet tərəfindən qiymətləndirilir və rektor təqaüdü yaradılır. Rektor təqaüdünə isə departament üzrə yüksək oxuyan təxminən 10% tələbə qəbul alır. Mən də həmin tələbələrdən biriyəm. Rektor təqaüdünə müraciət sadəcə deyilən vaxtda ərizəni doldurmaqdır və özləri tərəfindən seçilir. Poçt doktorantura təhsili 2019-cu ildən güclü islahatlara məruz qalır. Bu islahatlar nəticəsində strukturlaşdırılmış doktorantura sistemləri yaradılıb və doktoranturaya qəbul olan şəxs Polşada mən belə deyərdim ki, elə bir işə qəbul olur. Həm bir iş qazanır, həm də tələbə olur və doktorant tələbə hesab olunur. Və təbii ki, təqaüd də alır və bütün doktoranturaya qəbul olan hər bir şəxs eyni zamanda təqaüdə də layiq görülür. Burada belə bir vacib bir məqam var ki, doktorant fikir verməlidir dövlət universitetlərinə və özəl universitetlərə. Fərqi yoxdur, Azərbaycandan gələn doktorant, başqa bir ölkədən gələn doktorant. Çünki dövlət və özəl universitetlər arasında böyük bir fərq var. Dövlət universitetlərinin hamısında doktorantura pulsuzdur və tələbələr təqaüd alırlar. Təqaüdlərin təqribi miqdarını da deyə bilərəm, əgər maraqlıdırsa, ilk 2 ildə tələbələr təqaüd alırlar hardasa 600 avro civarında, 2700 Polşa zlotusu məbləğində. İkinci ildən sonra, yəni midterm evaluation, yəni orta qiymətləndirməni keçib, bütün doktorant tələbələr 4700 polyak zlotusu civarında, hardasa 900 avro civarında təqaüd alırlar. Yəni buna görə də bu çox vacib məqamdır, çünki buna görə rəqabət çox güclü olur. Yəni Polşada doktorantura təhsil alan tələbələr görürlər ki, Polşaya həm də bu dəqiqə İspaniyadan, Fransadan, mən özüm görmüşəm, şahid eləmişəm, mənim qrup yoldaşlarım var, Amerikadan, İrlandiyadan böyük maraq var. Yəni tələbələr gəlib təhsil almaq istəyirlər. Lakin əgər bir Azərbaycanlı tələbə Polşada təhsil almaq istəsə, mən düşünürəm ki, hər bir universitetin öz saytında doktoranturaya qəbul olmağın prosesləri haqqında ətraflı məlumat var. Mütləq daxil olmaq lazımdır. Polyak dilində şkola doktorski, ingilis dilində doktor on schools. Yəni Polşada doktorantura təhsili 2 dildə ola bilər yalnız. Polyak dilində və ingilis dilində. Və hansı hallarda polyak dilində ola bilər? Bu çox vacibdir məncə. O halda ola bilər ki, o əvvəlki təhsilini polyak dilində alıb, magistr təhsilini və yaxud da bakalavr təhsilini polyak dilində alıb, magistr ingilis dilində ala bilər. Əvvəlki təhsillərindən biri mütləq polyak dilində olmalıdır və o halda ingilis dilində ola bilər ki, əvvəlki təhsillərindən biri mütləq ingilis dilində olmalıdır və yaxud da ingilis dilli biliklərini təsdiq edən hansısa bir beynəlxalq sertifikata malik olmalıdır. Yəni bunlar olandan sonra istənilən adam Polşada doktorantura təhsili ala bilər. Və əlavə olaraq da onu qeyd eləmək istəyərdim ki, tarixlərə çox önəm verməlidir. Polşada doktorantura təhsil almaq istəyən bir tələbə ən azı 1 il əvvəlcədən bu prosesə başlamalıdır. Yəni elmi rəhbər axtarışında olmalıdır, elmi rəhbərlə əlaqəyə keçməlidir, universitetləri araşdırmalıdır, onun tədqiqat etmək istədiyi sahəyə uyğun hansı universitetlərin daha güclü olduğunu araşdırmalıdır və bir siyahı əldə etməlidir. Məsələn, mən öz təcrübəmi bölüşə bilərəm. Polşada siyasi elmlər və dövlət idarəçiliyi üzrə ən yaxşı universitet Yaqoven Universiteti hesab olunur, Varşava Universiteti hesab olunur, ondan sonra mən deyərdim reytingdə və sonra mənim hazırda oxuduğum universitet hesab olunur. Mən bütün bu universitetləri öz siyahımda tutmuşdum və onların hamısına əlaqə saxlamışdım və bir neçəsinə də eyni anda müraciət etmişdim. Lakin mən hazırda Maria Curie Universitetində oxuyuram, Lublin şəhərində. Yəni bu kömək edir bir neçə universitetə müraciət etmək, bu qəbul şansını da artırır. Və əlavə olaraq onu qeyd etmək istəyirəm ki, hər bir tələbə tədqiqat planı olmalıdır. Yəni bu biraz magistr və bakalavr təhsilindən doktoranturanı fərqləndirən məqamdır ki, hər kəsin hazır tədqiqat planı olmalıdır. Buna ingilis dilində research proposal deyirlər. Yəni bir tədqiqat planı ilə universitetə müraciət etməlidir və bundan sonra öz tədqiqat planına uyğun elmi rəhbər tapmalıdır və bundan sonra artıq prosedur qaydası olaraq adi tələbənin qəbul prosesindən keçəcək. Yəni birinci mərhələdə Polşada doktorantura qəbulu 100 ballıq şkala üzrə qiymətləndirilir. Ümumi məlumat üçün deyim. Birinci mərhələdə tələbə onun öz keçmişinə görə əgər 30 baldan yuxarı bal alırsa, müsahibəyə çağırılır, müsahibədən keçən tələbə isə qəbul olur. Polşada doktorantura təhsili almaq və Azərbaycanda doktorantura təhsili almağın ən əsas fərqi odur ki, Azərbaycanda doktorantlar kifayət qədər təqaüd almırlar,
Polşada doktorantlar kifayət qədər təqaüd alırlar və eyni zamanda təkcə təqaüd almaqdan da əlavə olaraq Milli Mübadilə Agentliyinin proqramlarından yararlana bilirlər, Milli Elm Mərkəzinin proqramlarından yararlanmaq istəyirlər. Ona görə mən qeyd etdim ki, doktorantura təhsili çox geniş bir mövzudur və çoxlu sayda həm yerli, həm də xarici qrant layihələrindən yararlana bilərlər, eyni zamanda mübadilə proqramlarından yararlana bilərlər. Bu ən böyük fərqdir. Bundan da əlavə təqaüd imkanlarından da əlavə aylıq aldıqları təqaüd kəskin dərəcədə fərqlənir. Azərbaycanda doktorantlar mən səhv etmirəmsə hal-hazırda 100-200 Azərbaycan manatı civarında təqaüd ala bilirlər, amma Polşada bu məbləğ ondan 4-5 və bəzi hallarda 6 dəfə çoxdur. Polşada əgər universitetin elmi şurasında siz öz dissertasiyanızı təqdim edib, təbii ki, bu proseslərdən keçirsiniz. Əvvəl elmi rəhbərin rəyi olmalıdır ki, dissertasiya lazımi elmi səviyyədə yazılıb. Bundan sonra xarici rəyçilərin rəyi olmalıdır ki, dissertasiya müdafiəyə hazırdır. Bunlar standart prosedurlardır. Həm Azərbaycanda, həm də Polşada keçirilir. Lakin bundan sonra Polşada elmi şura qarşısında açıq şəkildə dissertasiyanı müdafiə etdikdən sonra, hətta mən 10 gün ərzində öz diplomunu alan tələbə görmüşəm Polşada. Amma Azərbaycanda bu proses illərlə çəkə bilər ki, siz diplomunuzu almaq. Çünki bütün sənədlər yenidən Ali Attestasiya Komissiyasına gedir və mən Azərbaycan elmi cəmiyyətində də bu proseslə bağlı narazılıqları eşitmişəm, tənqidi fikirləri eşitmişəm, lakin hələ də bu dəyişmir. Azərbaycanda universitetlərin sözü sonuncu deyil. Ali Attestasiya Komissiyasının verdiyi qərarlar sonuncudur. Amma Polşada universitetlərin sözü elmi şura, hər bir universitetin elmi şurasının verdiyi qərar sonuncudur. Bu çox vacib bir fərqdir məncə. Azərbaycanlı tələbələr bir çox hallarda Polşada doktoranturaya qəbul olmağın müəyyən məqsədlər güdürlər. Məsələn, biri budur ki, mənim çox qarşıma çıxır. Hətta mənim özümə də yazırlar ki, biz əsgərliyə gedəcəyik. Məsələn, deyək ki, Polşada doktorantura təhsili oxuyur. Bilirsiniz ki, mən bu prosedurları çox izah etmək istəmirəm. Hamı bilir bunları ki, magistr təhsili alan tələbə əsgərlikdən möhlət hüququ alır və bu möhlət hüququnu yalnız əlavə başqa bir təhsillə uzada bilər. Bu magistr ola bilməz, doktorantur ola bilər. Və belə bir maraq yaranıb, müşahidə edirəm ki, Azərbaycanlı tələbələr doktorantura təhsilini əsgərlikdən möhlət hüququ almaq üçün etmək istəyirlər. Sırf doktorantura təhsilindən hərbi xidmətdən möhlət almaq üçün istifadə etmək mənim fikrimə görə birinci olaraq etik deyil, ikinci olaraq da vaxt itkisidir.